Sosial şəbəkələrdə bir neçə dəqiqəlik aparat proseduru ilə burun formasını dəyişmək mümkündür tipli videolar geniş yayılıb. Maraqlıdır ki, aparatla burun şəkilləndirmə klassik rinoplastikadan nə ilə fərqlənir? Burnun kosmetik görüntüsünü ondan düzəltmək olmaz. Bəzən üzdə atyoklar, ödemlər olanda onu aparatla nəsə eləmək olur. Amma burun sümüyü əyridirsə də, əti qalınsa da, burunda bir deformasiya varsa, bu deformasiyanı demək olar ki, aparatla şəkilləndirmək mümkün deyil. Plastik cərrahiyyədə aparatla burun şəkilləndirmə deyə bir şey yoxdur. Elektrikli plexir cihazlarından burunda kiçiltmə eləməyə çalışıblar. Burun yanıb, başlayıb çapıq toxumalar əmələ gəlməyə, pasiyent ortada qalıb. Bunlar cərrahiyyə əməliyyatı olmadan olan proseduraların bir fəsadlarıdır. Həkimlər sosial şəbəkələrdə yayılan estetik prosedurlara ehtiyatla yanaşmağı tövsiyə edir və belə müdaxilələrdən əvvəl mütləq ixtisaslaşmış mütəxəssislə məsləhətləşməyin vacibliyini vurğulayırlar.